Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salatu ve selamu ala Resulillahil amin ve ala alihi tahirin el masumin. Ve la'nu daim ala a'daihim ve munkari fezailihim ve gasibi hukukihim ecma'in minel ana ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul hukdete min lisani yefkahu kavli. Eyyam-ı Fatimiye'de Hanım Fatime Zehra salamullahi aleyhanın şəhadət günləridir. Allah hər birimizi Peyğəmbər Əhl-i Beytin vilayətində sabit qədəm eləsin inşallah. Biz dünən bu barədə danışdıq ki, Həzrəti Fatimə Zəhra salamullahi aleyhanı tanımazdan əvvəl gərək Peyğəmbər əleyhissalamın şəxsiyyətini tanıyaq, Peyğəmbəri tanıyaq. Əgər bir insan Peyğəmbər tanımazsa, ondan sonraki imamları və yaxud da xanım Zəhranın ilahi şəxsiyyətini tanımayacaq. Və burada məqsəd Peyğəmbərin bir sıradan tarixi şəxsiyyət kimi tanımaq deyil mövzumuz. Yəni Peyğəmbər filan ildə doğulub, Məkkədə doğuldu, filan ildə hicrət elədi və filan ildə də Mədinə şəhərində dünyasını dəyişdi. Bu tarixin bir hissəsidir və bu hissəni də bilmək zəruridir. Lakin bizim bilmək istədiyimiz və müzakirə elədiyimiz mövzu məsələnin əqidəvi tərəfidir, məsələnin etiqadi tərəfidir. Ki biz gərək bilək Peyğəmbər əleyhissalam bir əqidə adamı olaraq necə bir insan olur. Peyğəmbərin ilahi şəxsiyyəti, ilahi kimliyi bizim üçün önəmlidir. Və dünənləri bu barədə müəyyən qədər danışdım ki, kafirlər və onların yolun gedən insanlar Peyğəmbərlərin sıradan insan olmasından sui-istifadə edirdilər. Bəziləri və bir çoxları da başa düşmürdülər, ayıra bilmirdilər ki, Peyğəmbər ilahi şəxsiyyət olmasın, sıravi bir insan olmasından fərqləndirə bilmirdilər. Və gəlib etiraz edirdilər ki, bu necə Peyğəmbərdir ki, bazarda gəzir, bu necə Peyğəmbərdir ki, insanların arasında olur, Peyğəmbər gərək ülvi bir şəxs olsun, mələk olsun. Əlbəttə, bunların müəyyən qisminin hədəfləri sadəcə diqqət yayındırmaq idisə də, bəziləri düşünürdü ki, Peyğəmbər gərək gözə görünməz bir mələk olsun, bir ülvi varlıq olsun. Amma ayələr isə buyurur, Peyğəmbərlər sıradan sizin kimi bir insandır. Onları bizdən, insanlardan fərqləndirən yalnız onların ilahi vəhiyyə tabi olmaları idi. Ki, Peyğəmbərlər ilahi vəhiyyə tabi idilər. Onların bizdən fərqləndirilən cəhəti budur. Yoxsa Peyğəmbərlərin hamısı sıradan bir insan olublar. Onların da ictimai həyatları olub, fərdi həyatları olub. Onlar da insanlar arasında oturublar, durublar, gəziblər, dolanıblar. Yeri gələndə müəyyən problemlərlə rastlaşıblar, ailə problemləri olub ki, Quran-ı Kərimdə bunların hər birinə toxunulur. Sadəcə bunların sıravi insandan fərqləndirən xüsusiyyəti onların ilahi bağlılığıdır, ilahi vəhiyyə müttəsil birləşik olmalarıdır. Ona görə bu məsələni bir-birindən ayırmaq çox zəruri və önəmli məsələdir. Dünənləri biz qeyd elədik bu barədə ki, Həzrəti Peyğəmbər əleyhissalam ilahi vəhiyyə bağlı idi. Əgər vəhiydən kənar bir söz desəydi, Quran-ı Kərim buyurur, mütləq biz onu cəzalandırardıq. Və bu barədə Quran-ı Kərimdə bir çox məqamlar var. Kafirlər, münafiqlər gəlirdilər Peyğəmbər əleyhissalama müəyyən xoş sözlər deyirdilər. Deyirdilər ki, gəl bu qədər də ciddi cəhdlə, bütpərəstliklə mübarizə aparma. Bu qədər bizlə mübarizə aparma. Hələ ki addım-addım, yavaş-yavaş, biraz mövqeyində yumşaqlıq göstər, biraz süstlük göstər ki, bu insanlar alışsınlar, insanlar gəlsinlər. Amma Quran-ı Kərimdə Allah bunların cavabında Peyğəmbərə buyurur ki, mənim Rəsulum, وَلَا تُطِعِ الْكَافِرِينَ Kafirlərə tabi olma, münafiqlərə tabi olma. Və yaxud da başqa bir ayədə isə buyurur ki, hər and sənə yalancıya tabi olma. Yəni, hər adamın sözü sənin üçün önəmli olmasın. Peyğəmbər əleyhissalamın yanına gələn xristiyan və yahudilər, onlar müəyyən güzəşt təklif edirlər Peyğəmbərə ki, gəl müəyyən məsələlərdə güzəştə get, prinsipial, etiqadi məsələlərdə güzəştə get. Bunun cavabında Allah Quran-ı Kərimdə ayə nazil oldu ki, elədi ki, وَلَنْ تَرْزَنْكَ الْيَهُودَ وَلَنْ نَصَارَ
hətta təttəbi'a millətəhum. Yahudi və xristianlar sən onlara kamil şəkildə təslim olmayana qədər onlar səndən razı olmayacaqlar. Yəni belə bilmə ki, onların hər hansısa bir razılığın qazanmaq üçün etiqadi məsələdə, prinsipial etiqadi məsələdə güzəştə getmək onları sənə qarşı mehriban eləyəcək. Xeyr, bunlar daha ciddi şəkildə bir-birləri ilə əlbir olub sənin əleyhivə işləyəcəklər. Və cavabında buyurur ki, fəstəqim kəma umirtə, sənə necə əmr olunub, o formada hərəkət elə. Necə əmr olunubsa elə ol. Bu, Peyğəmbərə qarşı aparılan təbliğatlar və onun Allah tərəfindən cavabı. Növbəti bir ayədə isə Peyğəmbərin barəsində oxuyuruq ki, mə yantiqu anil hava in huva illa vahyun yuha. Peyğəmbər özündən bir şey danışmaz, danışdığı hər bir şey ilahi vəhyidir. Dünənki söhbətdə mən qeyd elədim, Peyğəmbər əleyhissalamın ailə məişət mövzusunda ailəsi ilə evində danışdığı söhbətləri biz deyənmərik ki, bunlar vəhiydir. Allah Peyğəmbərinə məsələn deyir, çay iç, yemək ye. Bu düzgün deyil. Amma Peyğəmbərin din adına danışdığı bütün şeylərin hamısı vəhiydir. Din adına nəyi ki Allaha nisbət verir, bu vəhiydir. Sahabələrin biri gəldi, dedi, ya Rasulallah, bəzən siz danışanda, bizə söhbət eləyəndə narahat olursunuz, əsəbi olursunuz, halınız yaxşı olur. O halda da biz o sözləri qeyd eləyək, yazaq, yadda saxlayaq. Peyğəmbər buyurdu ki, biz Peyğəmbərlər ilahi dinin çatdırılmasında bizə heç şey mane ola bilməz. Nə qəzəb bizi haqdan çıxarda bilməz, nə razılıq bizi batilə sürükləyə bilməz. Ona görə mənim dediyim hər bir sözü qeyd edilir. Peyğəmbərlər din adına danışdığı bütün sözlərin hamısı ilahi vəhyə bağlıdır. Və ayə buyurur ki, in kuntum tuhibbunallah fəttəbi'uni yuhbibkumullah. İnsanın Allah dərgahında sevilməsinin meyarı bir dənədir. Əgər bir adam istəyirsə Allah qarşısında, Allah yanında dəyərli, hörmətli, əziz olsun, onun yolu bundan keçir ki, Peyğəmbərə tabi olsun. Ayə buyurur Qur'an-ı Kərimdə, İn kuntum tuhibbunallah fəttəbi'uni yuhbibkumullah. Əgər siz iddia eləyirsiniz ki, biz Allahı sevirik, o zaman mənə, yəni Peyğəmbərə tabi olun ki, Allah da sizi sevsin. Deməli, Peyğəmbərə tabi olmaq, Peyğəmbərin göstərişlərinə əməl eləmək Allahın sevgisinə aparan önəmli bir yoldur. Bu qeyd olunan nəticələrdən, müqəddimələrdən daha doğrusu belə nəticə əldə edirik ki, Peyğəmbərlərin önəmli cəhəti onların vəhyə tabi olması və bunların bütün baxışlarının, danışıqlarının, Allah adına danışıqlarının hamısı vəhyə bağlıdır. Və vəhiy təkcə Qur'an-ı Kərimdə olan ayələrdən ibarət deyil. Qur'an-ı Kərim ümumi ana məzmunu, ana xəttləri müəyyənləşdirir. Amma Peyğəmbər əleyhissalam bu ana xəttlərin şərh eləyirdi, aydınlaşdırırdı, izah eləyirdi, insanlara qaranlıq qalan məqamları buyururdu. Peyğəmbərə tabi olmaq insanın Allah yanında məhbub olmasına gətirib çıxardar. Bu müqəddimədən sonra qaydaq yenə də Peyğəmbər əleyhissalamın mübarək kəlamına ki, İnnəllaha əzzə və cəl ləyəğzibu liğəzəbi Fatimə və yərza lirizaha. Həqiqətən, şübhəsiz Allah Fatimənin razılığına razıdır və Fatimənin qəzəbinə, nigarançılığına isə qəzəblənir. Burada Həzrəti Fatimənin salamullahi əleyhanın Allaha olan münasibəti, Allahla əlaqəsinə toxunulur ki, xanım Fatimə Zəhra salamullahi əleyha da ilahi şəxsiyyətdir. Biz bura qədərin dedik ki, Peyğəmbər Allahdan vəhiy alır. Peyğəmbərin danışdığı hər bir söz vəhyə bağlıdır və bu Peyğəmbərin ayrılmaz hissəsidir. Peyğəmbərin insanların arasında olan maddi tərəfi var, bir də onun səmada olan ruhani tərəfi var. Peyğəmbər əleyhissalatu vesselam maddi və mənəvi dünyanı birləşdirən vahid vücud idi. Bundan bərabər Allahın Rəsulu buyurur ki, özündən söz deməz, nə desə vəhiy-dir Nəcm surəsində buyurur, Allah şübhəsiz Fatimənin qəzəbi ilə qəzəblənir, Fatimənin razılığı ilə razı olur. Deməli, xanım Fatimə Zəhra salamullahi əleyha da ilahi şəxsiyyətdir. Onun da razılığı, onun da narazılığı mühümdür Allah üçün.
Allah üçün mühümdür ki, xanım Fatimə Zəhranın razılığına Allah razı olur, narazılığına da Allah razı olur. Bu məsələni unutmaq olmaz. Xanım Fatimə Zəhra salamullahi əleyhanın razı qaldığı məsələlər nələr idi? Xanım Fatimə Zəhranın önəmli və mühüm cəhəti nədə idi? Bu iddia ki, mən elədim, xanım Fatimə Zəhra salamullahi əleyha da ilahi şəxsiyyətdir. Bu ilahi şəxsiyyətdir sözün isbat eləmək lazımdır. Bunun üçün növbəti günlərdə Allah ömür verərsə, bu məsələlərə də toxunarıq ki, xanım Fatimə Zəhra necə ilahi şəxsiyyət idi, necə xanım Fatimə Zəhranın da dediyi sözlər, buyurduğu kəlmələr və ən əsası xanım Fatimə Zəhranın mövqeyi bizim üçün nə qədər əhəmiyyətlidir. Bunu da inşallah növbəti günlərdə Allah ömür verərsə, ayələr əsasında izah eləyərəm inşallah. Əla lənətullah ələl qavməz zalimin. Səyələmulləzi zələmə əyyəmun qaləbin yanqalibun. Esselamu aleykum.